Təbii ki, qardaş ölkə Özbəkistana gəlmişkən gəzməli çox ünvan var, amma biz reportajımızda bir neçə ünvanı sizin diqqətinizə çatdıracağıq. Təbii ki, diqqətinizə çatdıracağımız ünvanlar gəzməli, görməli, həmçinin gəzərkən qidalanmalı ünvanlardır. Elə isə vaxt itirmədən Daşkənd turumuza başlayaq. Turumuza şəhərin tam mərkəzindən, hər daşında bir tarixi hekayəsi olan Əmir Teymurun meydanından başlayırıq. Qeyd edim ki, bu heykəl 1994-cü ildən Teymurun bax bu formada at üzərində möhtəşəm heykəli ilə canlanır burada və heykəlin postamentində 4 dildə güc, ədalətdir kəlamı müstəqil Özbəkistanın əsas rəmzlərindən biri hesab olunur və burada olduğumuz müddətdə xarici turistlərin də bura gəldiyini görürük və fotolar da telefonlarının yaddaşına qeyd edirlər. Əmir Teymur orta əsrlər ərbabı, Əmir Teymur böyük sərkərdə orta əsrlərin ən mühüm xadimlərindən biri olub. Bura həm yerli əhali, həm də turistlər üçün çox rahat istirahət məkanıdır. Havası təmiz, hər tərəf yaşıllıq və fəvvarələrdir. İnsanlar burada mədəni istirahət edə bilirlər. Daşkəndin küçələrində hərəkət etdikcə ağmərmərli binalar və modern üslublu arxitektura diqqətimizi çəkir. Şəhərin geniş magistral yolları bizi növbəti dayanacağa, Şəhidlər Xatirəsi kompleksinə aparır. Vostu kanalının sahilində yerləşən bu məkan 2000-ci ildə repressiya qurbanlarının xatirəsinə inşa edilib. 17 hektarlıq ərazidə yerləşən parkın mərkəzində Firuzəyi günbəzli möhtəşəm bir eyvan ucalır. 2002-ci ildən isə burada həm də repressiya qurbanlarının xatirə muzeyi fəaliyyət göstərir. Yer üstündə gözəllikləri təqdim eləməklə bitmir. İndi növbəti ünvana çatmaq üçün yer altından istifadə edəcəyik, metrodan yəni. Yerli əhali yeraltı metronu yeraltı muzey adlandırırlar. Gedək görək ki, onların qeyd etdikləri kimi metrolar da o təqdim etdikləri muzey kimidir. Növbəti məntəqələrə getmək üçün Qafır Qulam stansiyasını istifadə edirik, yolumuza davam edək. Metromuz çox gözəl, təmiz və ucuzdur. Dünya standartlarından geri qalmır. Xüsusilə biz yaşlılar üçün gediş-gəliş tam pulsuzdur. Ödənişimizi etdik. Bizim manatla 24 qəpikdir. Davam edək. Daşkənd metropoliteni hazırda 4 xətt və 50 stansiyadan ibarətdir. Əlişir Nəvayi, Daşkənd, Dostluq kimi stansiyaların hər biri özünə məxsus milli naxışları və günbəzləri ilə fərqlənir. Tunelə daxil olarkən ilk baxışdan Bakımızdakı metro stansiyasına bənzədir. Qeyd edim ki, əvvəllər metro stansiyasında çəkiliş, foto falan almaq icazə yox idi. İndi bizim timsalımızda görmək də mümkündür ki, artıq 2018-ci ildən sonra metroda çəkilişə icazə verilir. Metrodan hər gün istifadə edirəm. Çox səliqəli, təmizdir, həm də qiymətlər də ucuzdur. Şəraiti də superdir. Mən özüm gündə 2-3 dəfə metrodan istifadə edirəm. Heç bir problem olmur. Bəzi stansiyalarda belə maraqlı Turon Kitab Beqati adlı kitab rəfləri də sərnişinlərin ixtiyarındadır. Metronun Şəxriston stansiyasından çıxış edirik və növbəti ünvana gedirik. Gəlib çatdıq qeyd etdiyim Daşkənd teleqülləsinə və bura gəlməmişdən öncə təbii ki, biz qiymətlərlə maraqlanmışdıq. Onu qeyd edim ki, bura gələn hər bir kəs üçün buradakı qiymətlər uyğun olmaya bilər. Məsələ buna ibarətdir ki, Özbəkistan sumu ilə hesablasaq 100.000 sum, Azərbaycan manatı ilə təxminən 14-15 manat civarındadır. Qüllənin həyətində isə dünyanın məşhur teleqüllələrinin, Tokyo, Ostankyo, Toronto qüllələrinin maketləri sərgilənir. Bu qədər gəzdikdən sonra mütləq mənada qidalanmaq lazımdır və təbii ki, məşhur Özbək plovunun dadına baxmadan getmək olmaz və yerli sakinlərin qeyd etdikləri ünvanlardan birinə gəlirik. Özbək plovunun
dadlı bişirildiyi ünvan 5 qazan. Yəni gəlsəniz ünvan başına soruşsanız, yəni ünvanı sizə çatdıracaqlar. Qüllənin yaxınında yerləşir və görək burada qiymətlər necədir, yerindən öyrənək. Çöldə 40 dərəcə isti olsa da, nəhəng qazanların başında hərarət daha yüksəkdir. Burada gün ərzində 5 növ plov hazırlayırıq. Toy plovu, zeytun yağında plov, çayxana plovu, devzirə düyüsündən hazırlanan fərqanə plovu və Səmərqənd plovu. Hər qazanda təxminən 500 kiloqrama yaxın ət və tərəvəz istifadə olunur. Bir porsiya plovun qiyməti isə növündən asılı olaraq 50-55 min sum, yəni 7-8 manat arasında dəyişir. Şəhərdə gəziləcək yerləri daha da uzatmaq olardı. Gəziləcək yerlərdən xüsusilə Özbəkistan qidalarının, geyimlərinin sərgiləndiyi bazarlardır. Biz isə çəkilişimizə davam edirik. Gəlib ziyarət olunmalı ünvanlardan daha biri məhz bu 10 hektar ərazidə yerləşən möhtəşəm İslam Sivilizasiya Mərkəzidir. Qeyd edim ki, yenidən təmir olunub, bu ilin mart ayında istismara verildi və burada bir çox yerli və beynəlxalq tədbirlər keçirilir. Bizim elə burada olduğumuz müddətdə də İslam Sivilizasiya Forumu təşkil olunub. Və bu mərkəzdə çox nadir əlyazmalar qorunub saxlanılır və 100 mindən çox həmin əlyazmaların sırasında Osman Quranını da qeyd edə bilərik. Günümüzü bu xoş mənzərə ilə yekunlaşdırırıq. Qeyd edim ki, bu xoş mənzərə isə İslam Sivilizasiyası Mərkəzinin önündə təqdim olunur. Yerli və xarici turistlər üçün qeyd edim ki, bu cür xoş mənzərəni yalnız və yalnız hava şəraiti uyğun olacağı təqdirdə izləmək mümkündür və təqdimatda isə xüsusilə elmi, tarixi, İslami dəyərlər özündə ehtiva olunur. Bizdən isə bu qədər. Toğrul Quluzadə, Zamin Novruzov, İsmail Hüseynov, İTV Xəbər.